Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Akademiyanın 80 illik yubileyini keçməsi haqqında imzaladığı sərəncamın işığında keçirilən bu elm günü həm də bizim 80 illik nailiyyətlərimizin, keçdiyimiz yolun, əldə etdiyimiz elm nəticələrinin də bir ictimaiyyətə təqdimat deməkdir. Elmin vətəni yoxdur, amma alimin vətəni var. Ona görə böyük alimlərimiz həm dünya elminə verdikləri töhfələri, həm də ən başdası müstəqil Azərbaycanın inkişafında elmin rolunu, yerini müəyyən edən, onun inkişafına kömək edən əsərləri ictimaiyyətə təqdim edirlər. 1913-cü ildə Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binasının təməl daşını qoyan və onu fəaliyyətə verən Ağamusa Nağıyev olubdur. Artıq 80 ildir ki, elmimizə xidmət edir. Mən bununla fəxr edirəm, qürur duyuram ki, mənim babamın tikdirdiyi 98 binadan ən əvvəli Bakının tacı olan İsmailiyyə binası bugün elmə xidmət edir. Çox şadam ki, Akademiya belə bir tədbir keçirdir. Və məni də bu tədbirə dəvət edib, məndən bağlı da burada söhbətlər olacaq, ona görə minnətdarlığımı bildirirəm.